Heyvanların çimizdirilməsi zamanı mütləq şəkildə baytar həkimin iştirakı, nəzarəti və tövsiyələri məqsədə uyğundur. Preparatlar təlimata uyğun hazırlanmadıqda, baytar həkimlərinin iştirakı olmadıqda təsərrüfatda zəhərlənmələr, ölüm halları baş verə bilər. Həmçinin tədbiri qapalı şəkildə aparan şəxslərin zəhərlənməsinə səbəb ola bilər. Əziz fermerlərimiz, heyvanların çimizdirilməsi ilə bağlı rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinə müraciət edə bilərsiniz.